Salam, coğrafiya test toplusu ikinci hissə, dünya əhalisi mövzusu suallarının izahına baxırıq. Birinci sual. Ölkədə əhalinin mexaniki artımı nədir? Deməli, mexaniki artım ölkəyə gələnlər, çıx gedənlər bu bərabərdir mexaniki artım. Deməli, ölkədə mexaniki artım varsa, deməli ölkəyə gələnlər gedənlərdən çoxdur deməkdir. Deməli, ölkəyə daimi gələnlərin gedənlərdən çox olması bu adlanır mexaniki artım. Emiqrasiyasının üstün olduğu ölkələrdə əhalinin sayının artım mənbəyi. Deməli dedik biz ölkəyə miqrasiya, ölkəyə gələnlərə biz deyirik imiqrasiya. Ölkədən gedənlər isə emiqrasiyadır. Deməli əgər ölkədə gedənlər çoxdursa, deməli burada mexaniki artım səciyyəvi olmayacaq. Artıq burada təbii artım səciyyəvi olacaq. Deməli əhalinin təbii artımı əsasən emiqrasiya ölkələrində artım mənbəyidir. İmiqrasiya ölkələrində isə mexaniki artım ola bilər. Şimali Afrikanın ən iri şəhərləri. Deməli, Afrikanın şimalında yerləşən ən iri şəhərlər lazımdır bizə. Deməli, Addis Ababa, Brazzavil. Addis Ababa bildiyimiz kimi Efiopiyanın paytaxtıdır. Efiopiyada Şimali Afrikada yerləşmir. Cape Town Cənubi Afrika Respublikasında yerləşir. Kinshasa həmçinin yerləşmir, Dar es Salaam yerləşmir. Qahirə və Tripoli isə Şimali Afrikanın ən iri şəhərləridir. Qahirə Misirin, Tripoli isə Liviyanın paytaxtı və ən böyük şəhərləridir Şimali Afrikanın. Cavab B bəndi. Dördüncü sual. Avropanın ən iri şəhər aglomerasiyaları. Deməli, Avropanın ən iri şəhər aglomerasiyaları Paris, Afina və Hamburq ən böyük şəhər aglomerasiyası biz saya bilməyik, xüsusilə Hamburqu. Roma, Berlin, Madrid. Avropanın düzdür böyük şəhər aglomerasiyalarıdır. Amma ən böyükləri digərlərinə baxaq, düzdür böyük aglomerasiya. Tallinn böyük aglomerasiya deyil, Varşava böyük aglomerasiya deyil, London, Paris, Moskva daha böyük aglomerasiyadır. Yəni cavab Y bəndi olmalıdır. Düzdür Roma, Berlin, Madriddə Avropanın böyük aglomerasiyaları, əsas aglomerasiyasının biridir, amma ən böyüklər London, Paris və Moskva daha böyük aglomerasiyalara aiddir. 5. Dünyanın sərt təbiətə malik zəif məskunlaşmış əraziləri. Deməli, sərt təbiətli zəif məskunlaşmış ərazilər adlanırdı ekstremal ərazilər. Ekstremal ərazilər adlanırdı. Deməli, ekstremal ərazilər haralardır? Qrenlandiya, bəli, ekstremal ərazidir. Braziliya, düzdür, Amazon meşələri var, amma o qədər də ekstremal ərazi deyil. Amma Kiçik Asiya yaxşı ərazidir, yəni ekstremal ərazi deyil. Qərbi Sibir, Cənub-Şərqi Avstraliya, Avstraliyanın ən sıx məskunlaşan əlverişli ərazisidir və burada bildiyimiz kimi göd yarpaqlı meşələr təbii zonası yayılmışdır. Kanadi Arktik arxipelaqı həddindən artıq soyuq ekstremal ərazidir. Böyük Səhra ekstremal isti ərazidir. Sibir həmçinin ekstremal ərazidir. Yəni 5-ci sualda cavabımız C bəndi olmalıdır. Buradan Hindistan yarımadası ola bilməz, Cənubi Afrika ola bilməz, həmçinin Cənub-Şərqi Asiyada yaşayış üçün əlverişli ərazilərdəndir. Aralıq dənizi sahilində yerləşən paytaxt şəhərləri müəyyən edin. Deməli, Lissabon, Bağdad, Afina bunlar yerləşmir. Aralıq dənizi sahilində Buxarest yerləşmir. Beyrut, Livanın paytaxtı Beyrut, Tehran orada yerləşmir ümumiyyətlə. Tripoli, Afina, Əlcəzair, Tripoli Liviyanın paytaxtı, Afina Yunanistanın, Əlcəzair isə Əlcəzairin paytaxtıdır və hər üçü Aralıq dənizi sahilində yerləşir. Polşanın paytaxtı Viyana orada yerləşmir. Onun üçün Addis Ababa ümumiyyətlə bayaq dediyimiz Efiopiyanın paytaxtıdır. Cavab D bəndi. Müasir dövrdə iri imiqrasiya, deməli imiqrasiya dediyimiz kimi ölkəyə insan gələn ərazilər, yəni ölkənin gəldiyi ərazilər, əsasən insanlar iş imkanları çox olan ərazilərə axın edirlər və son vaxtlar formalaşan ən iri imiqrasiya mərkəzilərindən biri Ərəbistan dəniz sahilində yaşayan ölkələr. Xeyr, Ərəbistan dənizi sahilində yox. Latin Amerikası əksinə emiqrasiyadır. Mərkəzi və Şərqi Afrika əslində emiqrasiyadır. Baltik dənizi sahilində yerləşən ölkələr, yəni Baltik dənizi ölkələri sahilləri, Estoniya, Latviya, Litva əsas imiqrasiya mərkəzi deyil. Əksinə bunlardan Qərbi Avropa ölkələrinə gedir insanlar. Amma İran körfəzi sahilindəki neft ixrac edən ərəb ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan, Qətər, Küveyt son vaxtlar əsas imiqrasiya zonasına çevriliblər. Dünyanın ən böyük şəhər aglomerasiyaları. Paris, Washington, Praqanı biz bu siyahıya aid edə bilmərik. Budapeşt aid ola bilməz. New York, Mexico, Tokyo
Bəli, dünyanın əsas aqlomerasiyalarıdır. Digər variantın hansıları var baxaq. Burada Kiyev ola bilməz, burada Bakıda əlbəttə ki, dünyanın əsas aqlomerasiyalarından biri deyil, həmçinin Madriddə. Avrasiyada ən geniş yayılan dil ailələri. Deməli, Avrasiyada ən geniş yayılmış dil ailələri ümumiyyətlə Hind-Avropa ən geniş yayılmış dil ailəsidir. Yalnız Avrasiyada yox, həmçinin Hind-Avropa dil ailəsinə mənsub xalqlar Şimali və Cənubi Amerikada demək olar bütünlüklə Hind-Avropa dil ailəsinə aiddir. Digər geniş yayılmış Ural dil ailəsi bildiyimiz kimi yalnız 3 ölkədə yayılmışdır. Finlandiya, Estoniya və Macaristan. Yəni bunu Uralı yaxşı yadda saxlamaq lazımdır. Tez-tez bizə suallarda verilir. Yəni Avropada yerləşən Estoniya, Finlandiya və Macaristan Avropada yerləşsə də Hind-Avropa dil ailəsinə deyil. Və geniş yayılmış bir dil ailəsi də deyil. Sonra Qafqaz dil ailəsi düzdür, yayılıb amma çox az yayılıb. Altay dil ailəsi də həmçinin türklər yayılıblar, amma Çin-Tibet Altaydan daha çox yayılıb. Çünki Çin əhalinin sayı çoxdur. Yəni yalnız Çin ərazilərini əhatə etsə də əhalinin sayı çoxdur. Afro-Aziya və Altay, Afro-Aziyada ərəb ölkələridir. Daha çox Şimali Afrika və Ərəbistanda yayılıb, amma daha geniş yayılanlar Hind-Avropa və Çin-Tibet, yəni A bəndə olmalıdır. 10-cu sual. Urbanizasiya prosesinin səciyyələndirən əlamət. Deməli, urbanizasiya nədir? Şəhər əhalisinin payının artmasıdır. Cavabımız da elə A bəndində verilib. Əhalinin yaş tərkibində uşaqların azlıq təşkil etdiyi ölkələr. Deməli, biz bayaq dedik ki, təbii artım dedik. Təbii artım ölkədə doğulanlar, çıxılsın ölənlər bərabərdir. Bu adlanır təbii artım. Təbii artım iki tipə bölünür. Birinci tip və ikinci tip. Əsasən inkişaf etmiş ölkələr və Avropa ölkələri və yaxud da Rusiyadır, Çindir, Yaponiya bunlar birinci tipdir. İkinci tip ölkələr isə əhalinin artımının daha güclü getdiyi ölkələrdir. Yəni əhalinin artımı güclüdürsə, sürətlə gedirsə, burada uşaqların sayı da çox olacaq. Yəni əsasən ikinci tip bizə inkişaf etməkdə olan ölkələr lazımdır. Etməkdə olan ölkələr. Və bizə deyək, uşaqların payı çoxdur, deməli ikinci tip bizə inkişaf etməkdə olan ölkələr lazımdır. Deməli, bu siyahı Avstriya, Lüksemburg bu siyahıda ola bilməz, Kanada ola bilməz, Fransa bu siyahıda ola bilməz, Ukraynadır, Avropa ölkəsi də ola bilməz. Bizə azlıq təşkil etdiyidir, mən çoxluq təşkil etdiyi axtarıram. Deyirəm, heç bir variant uyğun gəlmir. Bizə əksinə lazımdır. Əksinə bizə uşaqların azlıq təşkil etdiyi ölkələr lazımdır. Onda buradan Kenya ola bilməz. Kenya, Mali, Mərakeş, Kamerun, Hindistan, Nigeriya getdi. Cavabımız Y bəndi. Yəni bizə inkişaf etmiş ölkələr lazımdır. Uşaqların azlıq təşkil etdiyi ölkələr deyilir. Mən çoxluq təşkil etdiyi oxumuşam. Onun üçün diqqətli olmaq lazımdır suallarda. Şərtini oxuyarkən. Əhalinin təbii artımını yüksəltməyə yönələn demoqrafik siyasət yürüdən ölkələr. Deməli təbii artım aşağıdır ki, uşaqlar azdır deməli, onlar artdırmaq istəyirlər. Yəni bizə birinci tip, yəni yenə də inkişaf etmiş ölkələr lazımdır. İnkişaf etmiş ölkələr. Əlcəzair ola bilməz, Venezuela ola bilməz, Misir, İran, Hindistan hər üçü getdi. Cavabımız elə C bəndidir. Fransa, Almaniya, Böyük Britaniya. Buradan Brezilya, Hindistan, Çin düzdür. Son vaxtlar demək inqilabla birinci tipə keçdi. Yəni özü güclü birinci tipə keçdi. Həllik yönəldilmiş siyasət o qədər ciddi həyata keçirilmir. Meksika ola bilməz. Cavabımız olmalıdır C bəndi. 12-ci sualda. Roman dil qrupuna aid olan xalqlar. Deməli, roman dil qrupuna aid olan xalqlar əsasən Cənubi Avropa xalqları, Portuqaliya, İspaniya, sonra İtaliya, Fransa və Latın Amerikası ölkələri əsas roman dil qrupudur. Yəni İtalyanlar və İspanlar olmalıdır burada cavab. Əfqanlar Fars dil qrupuna aiddir. İngilislər və Amerikalılar German dil qrupu. Çexlər Slavyandır, İsveçlər Germandır. Koreyalılar isə ümumiyyətlə Hind-Avropa dil ailəsinə aid deyirlər. Əhalinin uşaqların üstünlük təşkil etdiyi ölkələr indi bizə inkişaf etməkdə olan ikinci tip ölkələr lazımdır. Lüksemburg, Çexiya, Avstriya hər üçü ola bilməz. Yenə hər üçü ola bilməz. Yenə hər üçü birinci tip ölkələrdir. Yenə də burada da hər üçü birinci tip ölkələrdir. Kenya, Bangladeş və Mali olmalıdır cavabımız.
Slavyan dil qrupuna aid olan xalqlar. Deməli, Macarlar ümumiyyətlə demişdik ki, biz bayaqda Hind-Avropa dil ailəsinə aid deyil. Yəni Slavyan dil qrupu, Roman dil qrupu, German bunlar Hind-Avropa dil ailəsinin qruplarıdır. Getdi. Almaniya Germandır. Yakutlar ümumiyyətlə Altay dil ailəsinə aiddir. Ruslar, İspanlar bildiyimiz kimi Roman dil qrupuna aiddir. Ruslar, Bolqarlar, Polyaklar, yəni cavabımız Y bəndi olmalıdır. Asiya ölkələrinin paytaxt şəhərləri. Manila Filippinin paytaxtıdır, bəli, ola bilər. Tehran İranın paytaxtıdır. Amma Tirana Albaniyanın paytaxtıdır. Albaniyada yerləşir, Avropada. Ankara Türkiyənin paytaxtıdır, Asiya götürmək olar. Karachi Pakistanın şəhəridir, paytaxt deyil. Mumbai Hindistanın şəhəridir, paytaxt deyil. Kabul Əfqanistanın paytaxtıdır, bəli, ola bilər. Amma Şanxay, Kobe paytaxt şəhərləri deyil. New Delhi Hindistanın paytaxtıdır. Jakarta İndoneziyanın, Bağdad İraqın. Cavab D bəndə olmalıdır. Burada da Riyad, Viyana, Əlcəzair hər üçü paytaxtdır. Amma Viyana Polşanın paytaxtıdır. Avstriyanın paytaxtıdır Viyana və o da yerləşir Avropada. Əlcəzair də Afrikada yerləşir, paytaxtdır. Cavab D bəndi olmalıdır. 16-cı sualdır. 17-ci sual. Urbanizasiya səviyyəsi yüksək olan ölkələr. Deməli, urbanizasiya əsasən bildiyimiz kimi inkişaf etmiş ölkələrdə yüksəkdir. Amma etməkdə olan ölkələrdən də biz buraya Latın Amerikası ölkələri, Türkiyə, Azərbaycan, Rusiya, Qazaxstan kimi ölkələri də əlavə edə bilərik. Amma Efiopiya, İndoneziya olmayacaq, Çad olmayacaq, həmçinin Monqolistan, Vyetnamda. Böyük Britaniya, Almaniya, İsveç, Avstraliya urbanizasiya səviyyəsinin çox olduğu inkişaf etmiş ölkələrdir. Bu siyahıdan biz Efiopiyanı silməliydik, amma Argentiniyada şəhər əhalisi çox idi. Bu siyahıdan da biz Malini və Çini silə bilərdik. Əhalinin təbii artımı yüksək olan ölkələr, deməli əhalinin təbii artımı yüksəkdirsə bizə ikinci tip ölkələr lazımdır. Yüksək olduğu deyir. Deməli, Türkiyə, Belçika, İslandiya. Belçika və İslandiya getdi. İnkişaf etmiş ölkələrdir. Birinci tipdir. Hindistan, Pakistan, İndoneziya. Cavabımız B bəndidir. Buradan Norveç və Danimarka. Buradan Finlandiya və Çin gedirdi. Çin də artıq birinci tipə keçid edilib. Buradan da İrlandiya və Çexiya gedir. Cavab B bəndidir. Yəni, bir şey yadda saxlayaq ki, Avropanın bütün ölkələri birinci tip ölkələrdir. Yalnız Albaniya istisna olmaqla. Yaşlı əhalinin payının nisbətən çox olduğu ölkələr. Yəni, yaşlı əhalisi çoxdursa, deməli bizə birinci tip, yəni inkişaf etmiş ölkələr lazımdır. Buradan Hindistan və Çili getdi. Cavabımız elə B bəndi olmalıdır. Buradan Uruguay, İran getdi. Buradan Braziliya getdi. Buradan da Meksika, Misir, Vyetnam hər üçü getdi. Cavab B. Norveç, İsveç və İsveç. İnkişaf etmiş ölkənin əhalisi üçün xarakterik olmayan əlamət. Qeyri-istehsal sahələrində çalışanların payının çox olması. Bəli, inkişaf etmiş ölkələrdə qeyri-istehsal, yəni xidmət sahəsində işləyənlərin payı daha çoxdur. Çünki elm texnologiya güclü inkişaf edib, digər sahələrdə elm və texnologiyadan istifadə olunur. Urbanizasiya səviyyəsi yüksək olur. Təbii artımın yüksək olması. Təbii artımı yüksək yox, aşağıdır, birinci tip səciyyəvidir. Birinci tipdir, bəli, fəal əhalinin payı çoxdur, bəli, işləyənlərin payı çoxdur, çünki iş yerləri də çoxdur. Cavab C bəndə olmalıdır. 21-ci sual. Suburbanizasiya. Suburbanizasiya isə suburbanizasiya yenə inkişaf etmiş ölkələrdə gedir. Əhalinin nədir? Şəhərlərdən bezərək şəhər ətrafı və kənd yerlərində məskunlaşmasıdır. Çünki artıq inkişaf etmiş ölkələrdə şəhər ətrafı və kənd yerlərdə şəhərdən o qədər də fərqlənmir. Həmin ərazilərdə inkişaf edib. Bizə deyilir, su çox zəif olduğu ölkələr deyilir. Deməli, çox zəif olduğu ölkələrdə isə bizə etməkdə olan ölkələr lazımdır. Çünki etmiş ölkələr suburbanizasiya güclü gedir. Buradan ABŞ-ı silək, Fransa, Almaniya, Yaponiya hər üçü getdi, ABŞ getdi, İtaliya getdi, Böyük Britaniya, Fransa. Cavabımız Əfqanistan, Nigeriya, Kongoda suburbanizasiya prosesi daha zəifdir. Buraya daha çox yalançı urbanizasiya çevrilir. Urbanizasiya səviyyəsi yüksək olan, yəni inkişaf etmiş ölkələr və bir də dediyimiz bir digər etməkdə olan ölkələr lazımdır. Cavab görürük ki, burada Böyük Britaniya, Fransa, Almaniya inkişaf etmiş ölkələrdir. Təbii artımı yüksək olan, yəni ikinci tip ölkələr Nigeriya, Hindistan, Meksika,
Yəni eyni tip suallar üstünə çox qalmağa ehtiyac yoxdur. Şəhər aqlomerasiyalarının sayı çox olan ölkələr. Yəni şəhər aqlomerasiyasının çox olma əsas səbəbi əhalinin sayının çox olmasıdır. Şəhər aqlomerasiyası çoxdursa, deməli əhalinin sayı da çox olan ölkələr olmalıdır burada bizə. Yəni Çaddır, Misirdir, Mali kimi, həmçinin İranda da aqlomerasiyalar azdır. Çin, Hindistanda aqlomerasiyaların sayı daha çoxdur. Hindistanda Mumbai'dir, New Delhi'dir, Çində Pekin kimi, Şanxay kimi aqlomerasiyalar çoxdur. Daha zəif inkişaf etmiş ölkələrin əhalisinin sürətlə artmasının nəticəsidir. Deməli, ölkə zəif inkişaf edib və burada əhalinin sayı sürətlə artır. Belə olan halda işsizlik yaranacaq, aclıq yaranacaq, kütləvi işsizlik, emiqrasiya olacaq, əhali köçüb gedəcək, immigrantlar yox, kənd təsərrüfatının inkişafı yox, sənayenin güclü inkişafı xeyr, elm mədəniyyət xeyr, amma ərzaq problemləri kəskinləşəcək. Sonra 26-cı sual. Təbii artımın ikinci tipinə aid olan bəzi ölkələrdə kişilərin qadınlardan çox olmasının səbəbi. Deməli, ikinci tip ölkələr bildiyimiz kimi nisbətən geridə qalmış etməkdə olan ölkələrdir inkişaf. İşsizliyin yüksək olması, işsizliyin yüksək olması, qadınların çox olması, ölkəli kişilərin çox olma səbəbi deyil. Sənayenin yüksək inkişaf ümumiyyətlidir. Qadın ictimai fəaliyyətə cəlb olunmaları. İctimai fəaliyyət, yəni işə cəlb olunmaları, işə cəlb olunmaları, əksinə inkişaf etmiş ölkələrdə daha çox ictimai fəaliyyətə cəlb olunublar. Yəni bu cavab deyil, amma qadınların ağır həyat şəraiti daha kişilərin daha çox olmasına gətirib çıxardan əsas faktordur. Yəni əsasən inkişaf etmiş ölkələrdə qadınların sayı çoxdur, etməkdə olan ölkələrin əksər geridə qalmış zonalarda kişilərin sayı daha çoxdur. Cavabımız D bəndə olmalıdır. 27. Cənubi və Cənub-Şərqi Asiyanın əhalinin sıx olmasının səbəbi. Cənubi və Cənub-Şərqi Asiya, yəni Cənubi Asiya Hindistandır. Cənub-Şərqi Asiyada bildiyimiz kimi Tayland, Vyetnam, İndoneziya. Yeni sənayeləşmə sürətinin inkişafı, təbii şəraitin əlverişliyi və burada iqlim və relyef əhalinin məskunlaşması üçün əlverişli təbii zonalar, burada savanna təbii zonası və təbii şəraitin əlverişliyi əhalinin sıxlığının çox olmasına gətirib çıxardır. Qərbi Avropanın bir çox ölkələrində xaricdən gələn işçilərin çox olmasının səbəbi, çünki ölkələr birinci tip artım səciyyəvidir, yəni təbii artım çox zəifdir və işləyəcək insanlar yoxdur. Belə bir variant axtaraq biz, rütubətli soyuq olması xeyir, xaricdən yüksək ixtisaslı xeyir, yüksək ixtisaslı işçilər özlərinin var, xaricdən əsasən digər işlərdə işləyənlər gəlir, yerli əhalinin turizmlə məşğul olması, elm işləmə üstünlük verməsi, əmək ehtiyatlarının çatışmaması, əhali artımın tipinin birinci olmalıdır, yaxın ki burada düşün. Birinci tipinin səciyyəvi olması. Neft hasil edən İran körfəzi ölkələrinin dünyanın müasir immiqrasiya mərkəzindən birinə çevrilməsinin səbəbi işçi qüvvəsinə olan böyük tələbat. Bəli, elə cavabımız burada da neft çıxarılır və işçi qüvvəsinə böyük tələbat var. Elm tutumluq, xeyr, burada elm tutumluq dəyişir. Birinci tip deyil, ikinci tipdir. Yəni bu bir şey də saxlayaq. Neft hasil edən İran körfəzi ölkələri ikinci tipdir. Yəni əhalinin təbii artımı yüksəkdir, amma yenə də yüksəldilməsinə yönəlmiş demografik siyasət həyata keçirdirlər. Maşın qayırma xeyr, böhran getmir, partlar işdir burada da. Cavab A bəndi. Ölkə arası mexaniki artımı bayaq demişdik ki, biz ölkəyə gələnlərin sayının gedənlərdən çox olması eyni sual təkrar düşüb. Buenos Aires, Sydney, New York və Şanxay ümumi cəhətlidir. Deməli, Buenos Aires yerləşir. Argentinanın paytaxtıdır. Sydney Avstraliyanın iqtisadi paytaxtıdır. Yəni iqtisadi mərkəzli paytaxtı olması da New Yorkda ABŞ-ın əsas böyük şəhərlərindən, ən böyük şəhərdir. Paytaxt Şanxay isə Çinin ən böyük şəhərlərindəndir. Cənub yarımkürəsində yerləşmir. New York məsələn, okean sahilində yerləşirlər. Bəli, hər dördü okean sahilində yerləşir. İnkişaf etmiş ölkələrin paytaxtıdırlar. Buenos Aires, Argentina ümumiyyətlə inkişaf etmiş ölkə deyil. Sydney, New York, Şanxay ümumiyyətlə paytaxt deyirlər. Qərbdə yerləşir fikirdə Sydney və Şanxay üçün uyğun deyil. Hind okeanı sahilində yerləşirlər. Bu da Buenos Aires'də, New York'da uyğun deyil. Cavab B bəndi olmalıdır. 32-ci sual. Bosvaş megapolisinə aid olan şəhər aqlomerasiyaları.
Deməli, Boswash, Boston, Washington, New York, Philadelphia kimi şəhərlərə əhatə edir. Deməli, Chicago Chipitsə aiddir, Los Angeles Sansana aiddir. Cavabımız C bəndidir. Burada yenə bunlar Sansana aiddir, Los Angeles Sansana aiddir. Cavab C bəndi. San San Francisco, San Diego, Los Angeles aiddir. Cavab A bəndidir. Chicago Chipits, yəni bunlar bildiyimiz kimi aid deyirlər. 34. Hind-Avropa dil ailəsinə mənsub xalqlar. Hindlilər, bayaq demişdik ki biz, Estoniya, Macaristan və Finlandiya Hind-Avropa deyil, Ural dil ailəsidir. Sonra Macarlar yeni getdi, Türkmənlər də Altaydır, Ərəblər Afro-Aziya Hami-Samidir, Çinlilər Çin-Tibetdir. Cavabımız D bəndidir. Belaruslar Hind-Avropanın Slavyan, İngilislər German, Fransızlar isə Roman qrupuna aiddir. Burada isə Uyğurlar qaydanı pozurdu. Uyğurlar Altay dil ailəsinə aid türk xalqlardır. Əhalinin təbii artımını azaltmaq məqsədi ilə demografik siyasət yürüdən ölkələr. Deməli, təbii artımını azaltmaq istəyirlərsə, deməli, təbii artım yüksək olmalıdır da. Yəni, ikinci tip, yəni etməkdə olan ölkələr lazımdır bizə. A bəndi getdi, B bəndi getdi. Burada da Çin düzdür, azaltmaq üçün siyasət yeridib, amma artıq Çin birinci tip ölkəsidir. Yəni, Çindir, Yaponiya və Cənubi Koreya demografik inqilab eləyən ölkələr idi. Onun üçün Çin, Hindistan, Meksika variantı daha uyğundur. Digərləri ümumiyyətlə birinci tip ölkədir. Çin də birinci tipdir, amma o demografik inqilab eləyən ölkədir. Onun üçün cavab C bəndə olmalıdır. 36. Əhalinin təbii azalması müşahidə olunan ölkələr. Yəni, əhalisinin azalmağa doğru gedən birinci tip ölkələr lazımdır. Amma əhalisi azalan birinci tip ölkələr lazımdır bizə. Argentina ikinci tipdir, Özbəkistan ikinci tipdir, Myanma ikinci tipdir, Meksika ikinci tipdir. Qaldı Latviya, Belarus, Ukrayna, Rusiya birinci tip ölkələrdir və əhalisi azalmağa doğru gedir. Yəni, təbii artım yox, təbii azalma burada seçiyevidir. 37. Yaponiya və İtaliyaya aid olmayan cəhət. Federativ dövlətlərdir, federativ deyirlər. İkinci tipinə aidlər, ikinci tip deyil, birinci tipdirlər. Belə cavabımız da A bəndə olmalıdır. Çıxışları bəlli var. İnkişaf etmiş ölkələr çox mərkəzli olur. Unitardırlar. Bəli, hər ikisi unitardır. Təsərrüf gətirmə xammal əsaslanırlar. Bəli, faydalı qazıntıları demək olar yoxdur. Gətirmə xammal əsaslanırlar. İqtisadi fəal əhalinin kənd təsərrüfü daha çox çalışdığı. Deməli, kənd təsərrüfü çalışırsa, bunlar geridə qalmış, inkişaf etməkdə olan ölkələr olmalıdır. Yəni, İtaliya, Fransa, Almaniya aid deyil, Kanada aid deyil. Cavabımız elə C bəndidir. Bangladeş, Çad, Mali, Sudan. Buradan isə Fransa və Kanada İtaliya aid deyil. Deməli, qeyri-istehsalda çalışırsa, inkişaf etmiş ölkələr olmalıdır da. Bu da bizə inkişaf etməkdə olan ölkələr deyilir. Xeyr, Qərbi Avropa ölkələri, ABŞ, Kanada, bəli, düzgün cavab ilə B bəndi olmalıdır. İnkişaf etmiş ölkələr, qeyri-istehsal xidmət sahəsində çalışanlar. İnkişaf etməkdə olan ölkələrdə yalançı urbanizasiya prosesinin səbəbi. Deməli, yalançı urbanizasiya nədir? İnkişaf etməkdə olan ölkələrdə insanlar şəhər ətrafında özlərini yaşayış məntəqələri salırlar. Bu yaşayış məntəqələri çox geridə qalmış formada salınır. Çünki burada yol olmur, elektrik, qaz, işıq, infrastruktur olmur. Bunlara daha çox Latin Amerikasında rast gəlinir. Bunlara favellər deyilir. Həmçinin Afrikada bidonvillər, Türkiyədə isə bunlara gecəqondular deyilir. Deməli, elm tutulmuş şəhərlərin kənarlarında yaxşı inkişaf etmiş yox. Deməli, iqtisadi sosial inkişafının şəhər arasının artımından xeyli geri qalması, o ki, şəhər inkişaf etmir. Şəhər ətrafında yalançı urbanizasiya, yəni kənddən də betər halda yaşayır insanlar. Cavab 40-dan Y bəndi olmalıdır. 41-ci sual. Ölkə əhalisinin təbii artımı doğulanlar və ölənlər arasında fərqdir. Bunu biz bayaqdan deyirik. Əhalinin sıxlığı adlanır. Əhalinin sıxlığı deyəndə hər kvadrat kilometrə düşən əhalinin sayıdır da. Sıxlığı hesablamaq üçün isə əhali böl ərazi üsulundan istifadə edirik. Təbii azalması baş verən, yəni yeni birinci tip ölkələr lazımdır bizə. Kenya getdi, Bangladeş, Hindistan getdi, Özbəkistan, Braziliya getdi, Hindistan, Pakistan getdi, qaldı D bəndi. Suburbanizasiya inkişaf etmiş ölkələr lazımdır. ABŞ-dır, Fransadır, Böyük Britaniyadır. Yalançı urbanizasiya etməkdə olan ölkələr Kolumbiya, Braziliya və Meksika, xüsusilə Latin Amerikası ölkələrində yalançı urbanizasiya daha çox səciyyəvidir. 3, 4, 6 A bəndi cavabımız olmalıdır.
Əhalinin sıxlığı daha çox olan nisbət. Sıxlığı harda daha çox çıxacaq burada? Bu azdır. Bu da nisbətən azdır. Burada təxmini 10 çıxacaq bizdə. 10, 4 dənə 0, burada 6 dənə 0 var, 100 çıxacaq. Burada bizə 10 çıxacaq. Burada da 5 sıfırı, 5 sıfırla silsək. Burada da yəni 100-dən az bir rəqəm alınacaq. Onun üçün 46-da düzgün cavabımız B bəndi olmalıdır. Sual. Ölkə əhalisi sıxlığı 50 nəfər, sahəsi isə 80 min kvadrat kilometr olarsa, ölkə əhalisinin sayını tapın. Deməli, biz sıxlıq bayaq demişdik ki, əhali, yəni əhalinin sayı bölünsün ərazi düsturu ilə hesablanır. İndi bizə burada deməli, sıxlıq verilib, ölkənin ərazisi verilib. Bizə əhali lazımdır. Deməli, əhalini tapmaq üçün biz vurmalıyıq. 50 vurulsun 80 min. Bu da bərabərdir bizə 4. Yəni 4000, bu da 1000 olduğu üçün milyon. Yəni 4 milyon nəfərə bərabərdir. 50 vurulsun 80 min. Cavabımız A bəndi olmalıdır 47-də. 48-də əhalinin sıxlığı 65 nəfər, ölkə əhalisinin sayı 22 milyon 750 min nəfərdir. Ölkənin sahəsini hesablayın. İndi burada isə əksinə biz tapmaq üçün əhalinin sayını bölməliyik biz əhalinin sıxlığına. Burada bizə 22 milyon 750 min verilib. Yəni burada bizi bunu min şəklində yaza bilərik. 22.750 deməli bizə burada qalır 22.750 bölünsün 65. Bu da bərabərdir 350. Burada bizə bir dənə min var idi. 350 min. Cavabımız C bəndi olmalıdır 48-ci sualda. 49-cu sualda əhalinin sıxlığı 60 nəfər. Ölkənin sahəsi isə 350 min kvadrat kilometrdir. Əhalinin sayını tapın. Əhalinin sayını tapmaq üçün, deməli bu düşdən əhalinin sayını tapmaq üçün biz nə etməliyik? Sıxlığı əraziyə vurmalıyıq. Deməli 60 vurulsun 350 min nəfər olmalıdır. 60 vurulsun 350 min. Bu da bərabərdir 21 milyon nəfərə bərabərdir. Cavabımız A bəddir. Ölkə əhalisinin sayı 14 milyon 625 min nəfər. Ölkənin sahəsi 195 min kvadrat kilometr olarsa əhalinin sıxlığını tapın. Deməli, əhalinin sıxlığını tapmaq üçün biz əhalinin sayını bölməliyik əraziyə. Yəni 14 milyon 625 min bölünsün 195 min eləməliyik. Deməli 14.625 yəni bu minlə bu min ixtisar gedəcək. 14.625 bölünsün 195. Bu da bizə bərabərdir 75. Yəni hər kvadrat kilometrdə 75 nəfər insan düşür. Cavab B bəndə olmalıdır. 50-ci sualda da. 51-ci sual. Dünyada urbanizasiya səviyyəsinin dinamikasının düzgün göstərildiyi qrafiki müəyyən edin. Deməli, dünyada şəhər əhalisinin sayı sürətlə artır. Çünki artıq şəhərdə iş imkanları, sosial infrastrukturun yaxşı olması dünyada şəhər əhalisinin artmasına gətirib çıxardır. Yəni cavabımız D bəndi olmalıdır. 51-ci sualda. 52-ci sualda dünyada kənd əhalisinin payının dinamikası, yəni dünyada kənd əhalisinin sayı isə şəhər əhalisi artır, kənd əhalisi isə sürətlə azalır. Çünki əhali kəndlərdən şəhərlərə doğru axın edir. 53-cü sual. Xəritə sıxıntı verilmiş rəqəmlərə əsasən dünya əhalisinin zəif məskunlaşdığı əraziləri müəyyən edin. Deməli, əsasən zəif məskunlaşdığı ərazilər ekstremal şəraitə malik ərazilər olmalıdır ki, dünya əhalisinin sıxlığı daha azdır. Əvvəlcə biz biri tapaq. 1. Qərbi Avropa sıx yerləşdiyi regiondur. 2. Böyük səhradır və seyrək yerləşdiyi regiondur. 3. Qərbi Viktoriya səhrası seyrəkdir. 4. Sıx yerləşdiyi ərazidir. Yəni Cənubi Amerika və Şimali Amerikanın sahil yanı əraziləri sıx məskunlaşıb. 5. Həmçinin ən sıx yerlərindən biri dünyanın ABŞ-ın şimal-şərq bölgəsi. Sonra 6 seyrəkdir, soyuq ərazidir.
7 də həmçinin soyuq ərazi oldu, seyrəkdir. 8 isə Hindistan sıx yerləşdiyi ərazilərdəndir. Bizə seyrək ərazilər lazım idi. Deməli 2, 3, 6, 7. Yəni cavabımız D bəndi olmalıdır. 54-cü sual. Urbanizasiya səviyyəsinin yüksək olduğu ərazilər, yəni şəhər ərazisinin payının çox olduğu ərazilər əsasən inkişaf etmiş ölkələrdir. 1 ola bilər Avstraliya, 2 İndoneziyadır, olmayacaq. Sonra əsasən inkişaf etmiş yerlər 1-dir, 6-dır, 9-dur, 8-dir. İnkişaf etmiş yerlərdə urbanizasiya səviyyəsi daha yüksək olacaq. Digərləri isə Efiopiyadır, Malidir, Hindistandır, Çindir. Nisbətən kənd əhalisi daha çoxdur. Düzgün cavab olmalıdır. 1, 6, 8, 9. Yəni Almaniya, Avstraliya, Kanada və ABŞ. Ölkə əhalisinin sayı 55-ci sual. 8 milyon nəfər. Kənd əhalisinin sayı isə 3,6 milyon nəfər. Urbanizasiya səviyyəsini tapın. Yəni bizə şəhər əhalisinin faizi lazımdır. Yəni əvvəlcə bir şəhər əhalisinin sayını tapaq. 8 çıxılsın 3,6. Bu da bizə bərabərdir eləyir 4,4. Yəni buradan da deməli ümumi əhali 8 milyondur. Yəni 8 milyon 100%-dir. 4,4 milyon da x-dir. Buradan biz x-i tapmağa çalışsaq, x bərabərdir 4,4 vurulsun 100 eləyir bizə 440. 440 bölünsün 8 də 55. Deməli cavabımız olmalıdır 55%. 55-ci sualda da elə cavab da 55, yəni Y bəndidir. 56-cı sual. Ölkə əhalisinin 45% şəhərdə yaşayır. Əhalinin ümumi sayı 60 milyon nəfər olarsa, kənd əhalisinin sayını tapın. Deməli 45% şəhərdə yaşayırsa, 100 çıxılsın 45, 55% də bunun kənddə yaşayır. Bizdə ümumi əhali 60 milyondursa, biz tapmalıyıq 60 milyonun 55%-ni biz tapmalıyıq. 60 olsun 55 bölünsün 100. Buradan da 5'e ixtisar eləsək 11. Bu da getdi, bizdə qaldı 2. Bunu da ixtisar eləsək 3 olsun 11. 33 milyon nəfər. Deməli cavabımız B bəndi olmalıdır 56-cı sualda. 57-ci sual. Verilən əlamətin aid olduğu ölkələri müəyyən edin. Əhalisi eyni irqə mənsubdur. Əlverişli dəniz sahili mövqeyə malikdirlər. Musson iqlim rejimi. Musson iqlim rejimidirsə, cənub-şərqi və şərqi Asiya ölkələrindən biri olmalıdır və dəniz sahili mövqeyi olmalıdır. Laos dəniz sahilində yerləşmir. Monqolistan dəniz sahilində yerləşmir. Ümumiyyətlə musson iqlimi də burada mövcud deyil. Pakistan, Çin, Yaponiya, Monqolistan dəniz sahilində yerləşmir. Qaldı bizdə C və D. Bizə deyir ki, eyni irqə mənsubdur deyilir. Pakistanlılar Avropoid irqinə mənsubdur. Çinlilər isə Monqoloid. Yəni eyni irq olmadı. Amma Çinlilər və Yaponiya hər ikisi Monqoloid irqinə mənsubdur. Cavabımız onun üçün də D bəndi olmalıdır. 58-ci sual. İnkişaf etməkdə olan ölkələrdə əhalinin sürətlə artımının yaratdığı problemlər, ixtisaslı kadr hazırlığının çətinləşməsi, əksinə burada ixtisaslı kadr yox, ümumiyyətlə işçi qüvvəsi sürətlə artır, yəni əsas problem deyil. Təbii istifadə edib çətinləşməsi xeyr, əsas problem deyil. İqtisadi və sosial geriliyin daha da dərinləşməsi, yəni işsizlikdir, digər qida problemidir, bir çox problemi özlüyündə gətirir. Suburbanizasiya inkişaf etmiş ölkələrdədir. Nəqliyyat sıxlığının artması, yəni nəqliyyat geridə qalan ölkə olduğu üçün nəqliyyat sıxlığını artdıra bilmir. Bu inkişaf etmiş ölkələrdə isə C-dir. Cavabımız C bəndə olmalıdır. Və özdə sıxlığın artması bir problem də deyil. 59. Suburbanizasiya və yalançı urbanizasiya proseslərinin səciyyəvi olduğu müvafiq regionlar. Deməli, suburbanizasiya inkişaf etmiş, yalançı urbanizasiya isə inkişaf etməkdə olan ölkələrdə səciyyəvidir. Latin Amerika suburbanizasiya yoxdur. Mərkəzi Afrikada suburbanizasiya yoxdur. Cənub-Qərbi Asiya ölkələrində suburbanizasiya səciyyəvi deyil. Cənubi Amerikada həmçinin. Amma Şimali Amerikada suburbanizasiya, Latin Amerikasında isə yalançı urbanizasiya səciyyəvidir. Cavab Y bəndə olmalıdır. Şəhər əhalisinin payının nisbətən yüksək olduğu regionlar, Şərqi Afrika olmayacaq burada bizə, Mərkəzi Afrika olmayacaq, Şimali Afrika olmayacaq, Cənub-Mərkəzi Afrika yenə olmayacaq. Biz demişdik ki, əsasən inkişaf etmiş ölkələrdir, amma inkişaf etməkdə olan ölkələrdən də Latin Amerikası ölkələri və Cənub-Qərbi Asiyadakı
əsas neft ixraclayan ölkələr və əlavə Azərbaycan, Türkiyə kimi ölkələrdə də şəhər əhalisinin payı daha yüksəkdir. Cavab D bəndə olmalıdır. Hind-Avropa ailəsinə daxil olmayan Avropa xalqları, bunu da biz bayaq qeyd eləmişdik ki, 3 xalq var idi. Bunlar Finlandiya, Macaristan və Estoniya idi. Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aiddirlər. 1, 4, 5 cavabımız C bəndə olmalıdır. Dünya əhalisinin daha sıx məskunlaşdığı regionlar. Cənub-Şərqi Asiya bəli ola bilər. Şərqi Avropa o qədər də sıx deyil, çünki Ukraynada, Rusiyada o qədər sıx yerləşən məntəqələr deyil. Cənub-Qərbi Asiya o qədər də sıx olan region biz deyə bilmərik, çünki burada Ərəbistanda səhralar geniş yayılıb, həmin səhrada sıx deyil əhalinin sayı. Avstraliya ümumiyyətlə sıx deyil, olmayacaq. Cənub, Şərqi və Cənubi Asiya bəli, Qərbi Avropa və Bışın Şimal, Şərqi, xüsusilə də Bosvaş megapolisinin yayıldığı ərazilər. Cavab D bəndə olmalıdır 62-ci sualda. 63-cü əhali sıxlığının daha az olduğu regionlar. Amazon ovalığı ola bilər, çünki burada cəngəlliklər yayılıb. Turan ovalığı səhralıq ərazidir. Böyük səhrada səhradır. Elə cavabımız A bəndə olmalıdır. Cənubi Asiya sıxdır, Hindistan sıxdır, Şərqi Asiya sıxdır, Hind-Qanq ovalığı sıxdır. Cavabımız elə A bəndə olur 63-cü sualda. 64. Qərbi Avropadakı əmək immiqrasiyasının əsas mərkəzi olan ölkələr. Deməli, Qərbi Avropadakı əsas immiqrasiyalar Almaniyadır, Fransadır, Böyük Britaniyadır. Bunlar olmalıdır. Almaniya, Fransa, Böyük Britaniya, bəli, cavabı D bəndə olmalıdır. Avropada urbanizasiya səviyyəsi nisbətən aşağı olan ölkələr, yəni Avropadakı əsasən kənd təsərrüfatının inkişaf etdiyi ölkələr olmalıdır bizdə. Deməli, Belçika, Niderland, Belçika ilə Niderland olmayacaq. Avstriya, Lüksemburq ümumiyyətlə şəhərdən ibarətdir. Norveç, İsveç, Almaniya olmayacaq. Albaniya, Portuqaliya, İspaniya ola bilər. Çünki Portuqaliya və İspaniya əsas nə ilə məşğuldur? Kənd təsərrüfatında, əkinçilik geniş yayılıb bu ərazilərdə əlverişli torpaqların yayıldığı üçün. Cavab elə D bəndə olacaq. Almaniya və İtaliya isə yenə də Almaniya xüsusilə də şəhər ərazisi daha çox. Yəni urbanizasiya düzdür, bunlarda da yüksəkdir. Yəni 50%-dən çox yenə də şəhərdə yaşayır, amma nisbətən deyək, onun üçün nisbətən bunlar olacaq. 65-ci sualda. 66. Avropada əhalinin sıx məskunlaşdığı ölkələr. Sıx Norveç, Şimali Avropa ümumiyyətlə sıx deyil. Şimali Avropa ölkələrini biz çıxardacağıq buradan. Çünki Şimali Avropa sərt iqlim şəraitinə malik olduğu üçün seyrəkdir. Yəni Norveç, İsveçdir, Finlandiyadır, İslandiyadır, bunları çıxardacağıq. Belçika, Niderland, Danimarka əhalinin sıx yerləşdiyi regionlardır. Mülayim dəniz iqlim tipində yerləşir əsasən. Hətta Niderland əhalinin sıxlığı çox olduğu və sığışmadığı üçün hətta polderlər yaradaraq öz ərazisini genişləndirirdi. Cavab B bəndə olmalıdır. 67-ci sual. Ölkənin əhalisi 60 milyon. Bir ildə doğulanlar 620 min, ölənlər 140 min nəfərdir. Hər 1000 nəfərə düşən təbii artımı hesablayın. Əvvəlcə biz tapaq ölkədə nə qədər insan artır. Yəni 620 min çıxılsın 140 min. Bu da bizə bərabərdir eləyir 480 min nəfər. Deməli, ölkədə bir ildə 480 min nəfər insan artır. Ümumi əhali isə 60 milyon. Deməli, 60 milyon nəfərə 480 min insan artır. 60 min nəfərə 480 min nəfər insan artırsa, bizə 1000 nəfərə düşən təbii artım istəyir. Deməli, 1000 olacaq bizdə burada X. Bunu hesablasaq, burada 1000 ilə milyonu ixtisar edəsək, burada qalacaq bizdə, yəni 1000 qalacaq. 1000. X bərabərdir 48 min bölünsün 480 min, 48 min yox, 487 burada, 480 min bölünsün 60 min. Burada min ixtisar gedir, 480 bölünsün 60 bərabərdir 8. Deməli, təbii artım 8 nəfərdir. 620 mindən 140 min çıxdıq biz, 480 min artım var ölkədə. Deməli, 480 mindən də 60 milyon nəfərə 480 min artırsa, 1000 nəfərə X, bu da bərabərdir 8 nəfər tənasübdə. Ondan aşağıdakı 68-ci suala baxaq. Ölkə əhalisi 8 milyon nəfər, bir ildə doğulanlar 120 min, ölənlər 80 min, yəni eyni tipdir. 120 çıxılsın 80 bərabərdir 40.
Deməli 40 min nəfər insan artıb burada. 8 milyon nəfərə artıb 40 min. 1000 nəfərə x. X bərabərdir. Bunu hesablasaq biz. Bu milyon, bu minlə bu min, bu minlə bu min gedəcək. Bizə qalacaq 40 bölü 8. 40 bölü 8 də bərabərdir 5 nəfər. Yəni tənasib özünüz daha da hesablaya bilərsiniz. Yəni biz ixtisar elədik burada. Tez olsun deyə. Deməli, əhalinin sayı 6 milyon nəfər olan ölkədə il ərzində 30 min nəfər, il ərzində artım 30 min nəfər olarsa, 1000 nəfərə düşən artımı hesablayın. Yəni birbaşa burada bizə verilib, yəni 6 milyon nəfərə 30 min nəfər insan artır və bizə deyir ki, 1000 nəfərə artım nə qədər olacaq? 1000 nəfərə x. X buradan bərabərdir bizə 1000 vurulsun 30 min bölünsün 6. Yəni bu da 1000 vurulsun 30 min bərabərdir 30 milyon. 30 milyon bölünsün 6 milyon da bərabərdir 5 nəfər olacaq. Deməli, burada da cavabımız 5 nəfərə bərabərdir. 70-ci suala baxaq. Ölkə əhalisinin həyat səviyyəsini göstərən əsas amillər. Su hövzələri yaxınlıq bu əsas göstərici deyil. Əhalinin illik gəlirləri. Bəli, əhalinin illik gəlirləri əsas göstəricinin biri ola bilər. Həmçinin təhsil səviyyəsi, daxili və xarici miqrasiyası, xeyr, bu əsas göstərici deyil. Sosial xidmətlər, bəli, əsas göstəricidir. Uşaqların payının yüksək olması, xeyr, bu əsas göstərici deyil. Yəni, burada düzgün cavab olmalıdır. 2, 3, 5, yəni A bəndi. Ölkədə işsizlik 32%, iqtisadi cəhətdən fəal əhalinin 17 milyon nəfərdir. Ölkənin əmək qabiliyyətli əhalinin ümumi sayını tapın. Deməli, əmək qabiliyyətli əhali 2 yerə bölünür. Deməli, əmək qabiliyyətli əhali bölünür 2 yerə. Fəal əhali və işsizlər. Fəal əhali və işsizlər. Bizə deyilir ki, ölkədə işsizlik 32%dirsə, deməli işsizlər 32%dir. Deməli fəal əhalidə 100 çıxılsın 32 bərabərdir 68. Deməli ölkədə 38% işsizlik varsa, deməli 68% isə fəal əhalidir. Deməli fəal əhali 68%dir. Deməli 17 milyon nəfər bizə deyir ki, əmək qabiliyyətli fəal əhalidir 17 milyondur. Deməli 17 milyon 68%dir. Bizdə ölkədəki ümumi əmək qabiliyyətli əhalini istəyir. Deməli ümumi əmək qabiliyyətli əhali 100%dir. Deməli bizə 17 milyon nəfər fəal əhalidir. Biz tapdıq ki, fəal əhalidə 68% olmalıdır. Və bizə ölkədəki ümumi əmək qabiliyyətli əhalini istəyir. Yəni ümumi əmək qabiliyyətli əhalidə 100%dir. Yəni 100% x. Buradan biz x-i tapmağa çalışsaq 100 vurulsun 17 bölünsün 68. 68 ilə 17 ixtisar olunur. Bu da bizə eləyir 4. 100 bölünsün 4 bərabərdir 25. Deməli cavabımız 25 milyon nəfər ümumi əmək qabiliyyətli insanların sayıdır. Deməli ölkədə işsizlərin sayı 8 milyon. Fəal əhali isə 68%dir. Deməli, eyni sualın tam tərsidir də bizdə. Eyni sualın tam tərsidir. Burada bizə 32% 8 milyon olacaq. Yenə 100 milyon x. Bu da yenə də eləyəcək bizə. Yəni, bu belə bir şey alınır. 32% bizdə işsizdir. Və 8 milyondur. 8 milyon bizdə alınacaq. 32% x 100%. Yəni eyni sualın bizə tərsi verilib. Yenə də cavab çıxacaq 25 milyon. 73-cü suala baxaq. İnkişaf etməkdə olan ölkələrdə urbanizasiya prosesinin sürətlə getdiyi region və səbəbi. Deməli, urbanizasiya prosesi demişdik ki, biz inkişaf etməkdə olan ölkələrdən Latin Amerikası, Cənub-Qərbi Asiya əsasən intensiv gedirdi. Mərkəzi Afrika deyil, Cənub-Şərqi Asiya deyil, Cənubi Asiya deyil, Şərqi Afrika deyil, Cənub-Qərbi Asiya neft sənayesinin sürətlə inkişafı yəbəndi. İnkişaf etməkdə olan ölkənin urbanizasiyası daha aşağı olduğu region. Latin Amerikası demişdik ki, biz yüksəkdir. Cənub-Qərbi Asiyada yüksəkdir. Bunlardan biri ola bilər.
Cənubi və Cənub-Şərqi Asiya düzdür, amma irəverişli iqtisadi coğrafiya deyil. Cənubi Asiya elm tutumu sahəsində inkişaf edibsə, deməli urbanizasiya da avtomatik artmalıdır. Onda bu da cavab deyil. Mərkəzi Afrika sənaye zəif inkişaf edib, kənd təsərrüfatı güclü inkişaf edib. Onun üçün də urbanizasiya səviyyəsi daha aşağıdır. Yəni cavab olmalıdır burada C bəndi. Əhalinin orta sıxlığı daha çox olan ölkələr. Deməli bizə ərazisi az, əhalisi çox olan ölkələr lazımdır. Burada məsələn Monqolistanı biz çıxacağıq, ekstremal şəraitə malik ölkədir. Sonra həmçinin Liviya ekstremal şəraitdir, böyük səhrada yerləşir. Avstraliya ekstremal səhralar geniş yayılıb, Braziliyada cəngəlliklər geniş yayılıb. Burada Monqolistan əhalinin sıxlığı az olan ölkələr sırasındadır. Cavab bizdə qalmalıdır burada C bəndi. Daha sıx yerləşdiyi ərazilər. Ərəbistan seyrəkdir, çünki ekstremal şəraitdir. Amazon cəngəlliklərdən ibarətdir. Kanada Arktik arxipelaqı soyuq ərazidir. Avstraliya daha çox seyrək olan ərazilər sırasındadır. Çünki səhralar demişdik ki, çoxdur. Nilin deltası, Yava adası və Abşeron yarımadası nisbətən əlverişli ərazilər hesab olunur, əhalinin sıxlığının çox olduğu. Urbanizasiya aşağı olan regionlar. Şimali Amerika inkişaf etmiş ölkələrdir. Qərbi Avropa inkişaf etmiş ölkələrdir. Şimali və Şərqi Avropa yenə inkişaf etmiş ölkələrdir. Avropada da həmçinin Cənub-Qərbi Asiyada urbanizasiya yüksək idi. Aşağı olduğu regionlar Cənubi Asiya və Mərkəzi Afrika olmalıdır. Sonra Qərbi Avropa, Şərqi Asiya və Cənubi Asiya və ABŞ-ın şimal-şərq hissəsində cəbi olan əlamətlər. Burada sayılan hər yer bizə əhalinin ən sıx yerləşdiyi zonalardır. Əhalinin sıx məskunlaşdığı ərazilərdir. Cavab D bəndi olmalıdır. Yerli əmək ehtiyatları nisbətən yüksək təmin olunmuş ərazilərdə bizə inkişaf etməkdə olan ikinci tip ölkələr lazımdır. Şərqi Asiya, Afrika, Latin Amerikası birinci tip deyil, burada ikinci tip olmalıdır. Yüksək təbii artım, Şimali Amerika yüksək təbii artım səciyyəvi deyil. Asiya, Afrika, Latin Amerikası yüksək təbii artım, bəli, burada Amerika, Avstraliya olmayacaqdır. Cənubi Amerika, Qərbi Avropa olmayacaq, həmçinin mexaniki artım deyil bizə. Əhalinin yaş tərkibində uşaqların payı çox olan ölkələr, deməli bizə inkişaf etməkdə olan yenə ikinci tip ölkələr lazımdır. Onun üçün Almaniya getdi, Rusiya getdi, Avropa ölkə demişdik. Hamısı biz birinci tipdir. 1, 3, 6 D bəndi. Əhalinin yüksək təbii artımı ilə bağlı meydana çıxan problemlər. Xarici kapital rolunun azalması, iqtisadi gerilik. Xarici kapitalın, yəni təbii artımın artması ilə birbaşa yaranan problemlər biz demiş, sosial, ərzaq problemi və iş yerinin çatışmazlığı problemlərdir. Əhalinin artımı ilə yaranan birbaşa problemlər. Sonra, inkişaf etməkdə olan ölkələrdə urbanizasiyanın fərqləndirici xüsusiyyətləri. İnkişaf etməkdə olan ölkələrdə nisbətən urbanizasiya aşağı olurdu əsasən. Əhalinin şəhərdən kənd yerlərinə miqrasiyası, şəhərdən kəndə bu suburbanizasiya inkişaf etmiş ölkələrdədir. Əhalinin kiçik şəhərlərdə cəmlənməsi, xeyr, bu da deyil, şəhərlərdə xidmət sancılışının artması, xeyr, çünki etməkdə olan ölkə deyir bizə. Əhalinin böyük şəhər ətrafında cəmlənməsi, yəni bu nə deyilir? Biz buna yalançı urbanizasiya. Cavab D bəndə olmalıdır. Azalması deyəndə artıq demək olar, bütün dünyada şəhər ərazisinin payı artır, yəni azalan demək olar region yoxdur. 83-cü, inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələr demografik siyasətin xüsusiyyətləri. Deməli, inkişaf etmiş ölkələr demografik siyasətdə əhalinin sayını artdırmaq istəyir. İnkişaf etməkdə olan ölkələr isə azaltmaq istəyir. Kənd əhalisinin artımı, xeyr. Hər qrup əhalinin tabii yüksəldilməsi, xeyr. Xeyr. İnkişaf etmiş ölkələr əhalinin mexaniki artımı artdırmaq istəmirlər. İnkişaf etmiş əhalinin təbiət yüksəldilməsi, etməkdə olan ölkələr məhdudlaşdırmaq istəyir. Cavab Y bəndə olmalıdır. Təbii artımın birinci tipinə aid ölkələrdə iqtisadi cəhətdən fəal əhalinin payının yüksək olması. Deməli, birinci tipinə aid olan ölkələrdə deməli, işçi qüvvəsi az olduğu üçün demək olar, yaşlılar və qadınlar da istehsala geniş cəlb edilir. Və bunun nəticəsində də işsizlik çox aşağı olur. İqtisadın fəal əhalinin əksər hissəsi işləyənlər hesab olunur. Amma digər ölkələrdə müəyyən bir yaş həddini keçdikdən sonra hələ pensiya çatmamasına baxmayaraq iş tapmaqda ciddi çətinliklər yaranır. 85-ci sual. Əhalinin sıxlığının böyük olmasına baxmayaraq immiqrasiya prosesi müşahidə edilən region və bunun səbəbi. Deməli,
Sıxlığı çox olduğu region Şərqi Avropa, Şimali Amerika. Qərbi Avropadır bu. Qərbi Avropada həm sıxlıq yüksəkdir, amma yenə də immiqrasiya mərkəzi. Çünki işçi qüvvəsi çatışmır, yerli əmək məhduddur və emal edici sənaye güclü inkişaf edib. Dünya dillərinin əsas xüsusiyyətləri. Yəni, dünya dilləri dünyada ən çox əhalinin sitayiş etdiyi dillər olmalıdır da. Deməli, əksər ölkələrdə ona sitayiş edilməsi. Deməli, bu da cavab B bəndi. Dünya dilləri əsasən İslam dini, Xristian dini və Buddizm dini hesab olunur. Urbanizasiya prosesi üçün xarakterik olmayan əlamət. Təsərrüfatın böyük şəhərlərdə cəmlənməsi. Deməli, urbanizasiya prosesi xarakterikdir, bəli, təsərrüfat böyük şəhərlərdə cəmlənir. Əhalinin böyük şəhərlərdə cəmlənir, bəli. Şəhər əhalisinin yüksək sürətlə artır. Kənd əhalisi artımı xeyr, bu urbanizasiyaya aid deyil. Əksinə şəhər əhalisi artır, kənddən şəhərə axın gedir. Kənd əhalisi azalır. Daxili ərazilərin mənimsənilməsi üçün paytaxtlarını daxili bölgələrə köçürən ölkələr. Buna biz Braziliyanı misal göstərə bilərik. Braziliya paytaxtı Rio de Janeiro'dan köçürmüşdü Braziliya, amma Kanada, İran ola bilməz. Braziliya ola bilər, demişdik bəli. Tanzaniyada buna nümunədir. Amma Əfqanistan bunu eləməyib. İtaliya eləməyib bunu. Rusiya belə bir istifadə etməyib. Amma Qazaxıstan bəli paytaxtını Alma-Atadan Astanaya köçürmüşdü. Qazaxıstan bəli köçürmüş dedik biz. Braziliya köçürmüş dedik. Həmçinin Nigeriyada paytaxtı Lagosdan Abuca'ya köçürüb. Yəni düzgün cavab D bəndi olmalıdır. Türkiyə düzdür. Paytaxtı böyük şəhər İstanbul, amma paytaxtı Ankara'dır. Amma bunu köçürməyib. Yəni paytaxtı İstanbul deyildi. Onun üçün bu da olmayacaqdır. Cavabımız D bəndi. 89-cu sual. Yerli əmək ehtiyatlarının çatışmazlığı müşahidə edilən ölkələr. Yəni əsasən birinci tip ölkələr olmalıdır və həmçinin sənayenin güclü inkişaf etdiyi ölkələr. Hindistan ola bilməz. Hindistan, Bangladeş, Qazaxıstan, Özbekistan, Türkmenistan, Azərbaycan, Almaniya və bir də biz demişdik ki, son vaxtlar yaranan ən böyük immiqrasiya mərkəzləri Cənub-Qərbi Asiyanın neft ixrac edən ölkələridir. Birinci tip ölkələr, inkişaf etmiş ölkələr, Böyük Britaniya və Yaponiya birinci tip ölkələrdir. Yaponiya inqilab eləmiş ölkə düzdür. Demografik inqilab. İqtisadi fəal halinin payının yüksək olduğu yenə inkişaf etmiş ölkələr, Fransa, Yaponiya. Latin Amerikası ölkə daha geniş yayılmış dil. Daha geniş yayılmış dil Hind-Avropa dil ailəsinin roman dil qrupudur. Yəni keçmişdə ora İspaniya və Portuqaliya müstəmləkəsi olduğu üçün həmin regionda yayılan dil də İspan dili və Portuqal dilidir və hər ikisi bildiyimiz kimi roman dil qrupuna aiddir. Şimali və Cənubi Amerikanın yerli əhalisinin xas olan xüsusiyyəti. Şimali və Cənubi Amerika əsasən Avropoid irqinə mənsubdurlar. Bizə yerli əhalisi deyilir. Cənubi Amerikanın və yerli əhalisi, yəni Hindular, Mongoloid irqinə mənsub idi. Onun üçün də ola bilməz, çünki bizə yerli əhali deyilir. Əlverişli ərazilərdə məskunlaşıblar. Hamısı əlverişli ərazi deyil. Hətta yerli əhali olan hinduları yəni gələnlər onları köçürmüşdülər əlverişsiz ərazilərə. Bu əlverişsiz ərazilərdə rezervasiyalar deyilirdi. Yəni əksinə yerli əhalisi hal-hazırda əlverişsiz yerlərdə məskunlaşıb. Dağlıq ölkələr, xüsusilə Kolumbiyadır, Ekvadordur, Boliviyadır, Perudur, həmin ölkələrə köçürmüşdülər onları məcburi olaraq rezervasiyalara. Deməli, əsasən Mongoloid irqinə mənsubdurlar. Bəli, bayaq dediyimiz kimi Mongoloid irqinə mənsubu idilər. Sahil boyu ərazilərdə, sahil boyu ərazilərdə, yəni yaxşı ərazilərdə Avropadan gələnlər məskunlaşıblar. Onları isə daxili rezervasiyalara köçürüblər. Dediyimiz kimi dağlıq ərazilər özüdür. 94-cü sual. Şəhər əhalisinin artımının kənd əhalisinin artımından fərqləndirən cəhət. Deməli, şəhər əhalisinin sayı həm mexaniki artım, həm təbii artım hesabına arta bilər. Amma kənd əhalisi isə yalnız təbii artım hesabına artır. Belə bir variant olmalıdır. Həm təbii, həm də mexaniki artım hesabına artır. Yəni cavabımız D bəndi olmalıdır. 95-ci sual. Asiya, Afrika və Latin Amerikasının bir çox ölkələrində İngilis, Fransız və İspan, Portuqal dillərinin geniş yayılmasının səbəbi, biz bunu bayaq qeyd etmişdik ki, bunun əsas səbəbi onun müstəmləkələr olmaları idi Qərbi Avropanın. Dünyanın sərt, ekstremal təbii şəraiti və zəif məskunlaşmış əraziləri. Hindistan ola bilməz, Cənubi Afrika ola bilməz, Bafin torpağı ola bilər, Böyük Səhra,
və həmçinin də Qərbi Sibir nisbətən ekstremal ərazilər hesab olunur. Onun üçün cavabımız B bəndidir. Burada Cənub-Şərqi Avstraliya əlverişlidir. Kiçik Asiya əlverişlidir. Cənub-Şərqi Asiya əlverişli ərazilərdir. Əhalinin təbii artımın birinci tipinin üstün olduğu ərazilər. Yəni, inkişaf etmiş zonalar lazımdır. Afrika ola bilməz. Şərqi Asiyasında ola bilərdi. Cənubi Asiya, Qərbi Afrika ola bilməz. Qərbi Avropa, Latın Amerikası, Şərqi Asiya. Şərqi Asiya, Latın Amerikası burada ola bilməz. Mərkəzi Amerika ola bilməz. Qərbi Avropa, Şimali Amerika və Avstraliya. Bəli, cavabımız D bəndidir. Burada isə Latın Amerikası çıxılmalıydı. 98-ci sual. Demoqrafik yük. Deməli, demoqrafik yük əsasən yaşlılar və uşaqlardır, yəni işləmə qabiliyyəti olmayan insanlar hesab olunur və əmək qabiliyyəti olmayan əhalinin sayının məşğul əhalinin sayına olan nisbəti, yəni hər işləyən insana nə qədər əmək qabiliyyəti olmayan əhali düşürsə, buna demoqrafik yük deyilir. 99-cu sual. Sxemi tamamlayın. Deməli, Hind-Avropa dil ailəsinə aid olanlar. Deməli, bura Bolqaristan. Bolqaristan isə Bolqarlar Slavyan dil qrupuna aiddir. Bura olmalıdır Slavyan. Sonra Hind-Avropa. Hind-Avropa dil Venezuela. Venezuela isə bu Roman dil qrupuna aid olmalıdır. Roman. Bu region yazın. Venezuela yerləşir, Latın Amerikasında yerləşir. Deməli, Cənubi Amerikada yerləşən Roman, bu İtaliyada ola bilər, Portuqaliyada ola bilər, İspaniyada ola bilər. Sonra Şərqi Avropadakı Slavyan çox ölkələr ola bilər. Deməli, Bolqaristan yerləşir, Şərqi Avropa regionunda yerləşir. Deməli, burada olmalıdır Şərqi Avropa. Şərqi Avropa regionunda yerləşir Bolqaristan. Deməli, bizə verilənlərə əsasən tapaq buradan. 1 Roman dil qrupu, 2 Slavyandır, 3 Latın Amerikasıdır, 4 bizə hansı ölkə verilib? 4 İsveç verilib, 4 İsveç ola bilməz. Onda getdi, başqa variantı baxaq. Yox, biz buna baxırdıq. Roman dil qrupu, Slavyan dil qrupu, Latın Amerikası, 4 İspaniya, bəli, İspaniya ola bilər. Roman dil qrupu Cənubi Avropada yerləşir. Sonra Şərqi Avropada yerləşən Slavyan dil qrupu Ukrayna, bəli, cavabımız elə D bəndidir. Deməli, əhalinin sayının dəyişməsində nəsillərin əvəz olunması, yəni təbii artım sıfıra bərabər nəsillər əvəz olunur, yəni birinci tip ölkələr lazım bizə. Onun üçün İraq getdi, Venezuela getdi, Şri Lanka getdi, Myanma getdi. Qaldı Ukrayna, Avstriya, Danimarka. Hətta nəsillərin əvəz olunması da təbii artım sıfır yox, sıfırdan da aşağıya mənfiyə düşüb Ukrayna kimi ölkələrdə. Həmçinin müharibənin də son vaxtlar təsiri böyük olub Ukrayna və Rusiyada əhalinin artımına. Deməli, 101-ci sual. Müvafiq olaraq əhalinin sıx və seyrək məskunlaşdığı ərazilər. Deməli, Orta Sibir yaylası seyrəyə aiddir. Qrenlandiya həmçinin seyrəkdir. Mesopotamiya ovalığı sıxdır. Böyük Çin düzənliyi sıxdır. Hind-Qanq sıxdır. Gobi səhrası seyrəkdir. Deməli, 3-4-5, 1-2-6, 3-4-5, 1-2-6, 3-4-5, 1-2-6 cavabımız D bəndi olmalıdır 101-də. 102-ci sual. İnsan inkişaf indeksi. Deməli, insan inkişaf indeksi nədir? İnsan inkişaf indeksi BMT tərəfindən irəli sürülən ölkələrin və insanların yaşayış şəraitini göstərən termindir. İnsan inkişaf indeksi. İnsan inkişaf indeksini hesablayarkən nələr nəzərdə götürülür? Adam başına düşən üdümünün miqdarı, sonra əhalinin uzun ömürlülük səviyyəsi və təhsil və savadlılıq səviyyələri nəzərə götürülür. Uşaqların payı götürülmür, təsərrüfat strukturu nəzərə alınmır, milli etnik tərkibi nəzərə alınmır, əhalinin sayı nəzərə alınmır, sağlamlıq, uzun ömürlülük, maddi təminat, təhsil səviyyəsi bunlar nəzərə alınır. Maddi təminat, bəli. Cədvələ əsasən düzgün sıraları müəyyəndir. Almaniya xristian dininə sitayişidir və German dil qrupudur, doğrudur. İtaliya buddizm deyil, xristian da həmçinin German deyil, Roman olmalıydı. Estoniya İslam deyil, düzdür, Finno-Ugordur. Qazaxıstan İslamdır, dil qrupu da həmçinin Türk dil qrupuna aiddir. Bəli, doğru cavabdır. Yəni Altay dil ailəsinin Türk dil qrupu Qıpça ona aiddir. Tacikistan İslam dininə sitayişidir, amma Hami Sami deyil,
Hind-Avropa dil ailəsinin Fars dil qrupuna aiddir. Yəni düzgün cavab 1 və 4 olmalıdır A bəndi. Suburbanizasiyanın səciyyəvi olduğu ölkələr, yəni inkişaf etmiş ölkələr, Böyük Britaniya, ABŞ, Fransa. Urbanizasiya səciyyəvi əlamətləri, şəhər əhalisinin sayı artır, əhalinin və sənayenin böyük şəhərlərdə cəmlənməsi. Əhali və sənaye böyük şəhərlərdə cəmlənməsi, bəli, yəni urbanizasiya gedir və əhali böyük şəhərlərdə cəmlənir. Kənd yerlərinə miqrasiyası xeyir, kənd yerlərində tikilməsi xeyir, şəhərlərin ərazilərinin genişlənməsi. Şəhərlərin ərazisinin genişləndirilməsi, bəli, bu da aglomerasiyalara səbəb olurdu. Yəni mərkəzdə nüvə şəhər, kənarlarında peyk şəhərlər, buna aglomerasiya deyilirdi. Ancaq dəniz sahilində xeyir mərkəzdə ola bilər. Cavab D bəndi. Megapolislərin daha çox yerləşdiyi regionlar, deməli daha çox bizim 6 dənə megapolisimiz var idi. Bunlardan 3-ü yerləşirdi ABŞ-da, Çipit, Sansan və Bosvaş. Sonra Qərbi Avropada Rainbow İngiltərə megapolisləri, bir də Yaponiyada Hokkaido megapolisi yerləşirdi. Yəni Şimali Amerika, Qərbi Avropa və Yaponiya olmalıdır. Qərbi Avropanın megapolisləri indi dedik biz Qərbi Avropada Rainbow, yəni Reyn ətrafı və İngiltərə və bu ikisinə bir yerdə Göy Banan megapolisi də deyilirdi. Cavab A bəndi. 108-ci suala baxaq. Qərbi Avropada German dil qrupuna mənsub olan xalqlar. Deməli ingilislər Germandır, Hollandlılar Germandır, İsveçlilər Germandır. Elə cavabımız A bəndidir. Burada Portuqallar Roman qrupuna, Albanlar Alban qrupuna, İtalyanlar Roman, Fransızlar Roman, Polyaklar Slavyan, Macarlar ümumiyyətlə Hind-Avropa dil ailəsinə aid deyil, digər ikisi isə Roman dil qrupuna aid idi. 109-cu sual. Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aid olan xalqlar daha çox yaşadığı regionlar. Deməli, əsasən Roman dil qrupuna aid xalqlar İtalyanlar, İspanlar, Fransızlar, Portuqallar Cənubi Avropada, bir də İspaniya və Portuqal müstəmləkələri olmuş Latın Amerikasında yaşayırlar. Yəni cavab 2-5 olmalıdır. Daha çox dil ailəsi yayılan ərazilər. Daha çox dil ailəsi deyir bizə. Deməli, Şimali Amerikada yalnız Hind-Avropa dil ailəsidir. Cənubi Amerikada həmçinin Hind-Avropa dil ailəsidir. Avropada Hind-Avropa həmçinin Ural dil ailəsi də geniş yayılıb. Asiyada çoxlu dil ailələri var. Həm Altay dil ailəsi, həm Çin, Tibet, həm Hind-Avropa. Yəni ən çox Asiya dil ailələri. Daha sonra isə dil ailələri Avropada yalnız dediyimiz kimi Fin-Uqor və Hind-Avropa dili 2 dil ailəsi var. Afrikada Niger Kordofan, Hami-Sami, yəni Afro-Aziya, həmçinin Hind-Avropa dil ailəsində rast gəlinir. Yəni daha çox Afrikada dil ailələri, həmçinin yerli dil ailələri də mövcuddur. Onun üçün 4 və 5 cavabımız A bəndi olmalıdır 110-cu sualda. 111-ci sual. Ölkələrə uyğun gələn paytaxtları müəyyən edin. Deməli, İspaniyanın paytaxtı Madrid şəhəri, Argentinanın paytaxtı Buenos Aires şəhəri, Meksikanın paytaxtı Mexico şəhəri, Hindistanın paytaxtı New Delhi şəhəri. Deməli, cavabımız D, A, B, C, yəni D bəndi olmalıdır. 112-ci sual. Əhalisi əsasən yüksək dağlıqda məskunlaşan ölkələr, yəni bizə dağlıq ölkələr lazımdır. Yaponiya, Türkiyə, Ukrayna bunlar düzənlik ölkələrdir. Boliviya dağlıq ölkədir, düzdür, amma Kanada və Niderland dağlıq ölkələr deyil. Fransa, Polşa əsasən düzənlik ölkələrdir. Peru düzdür, dağlıq ölkə demək olar, And dağlarında yerləşir. Polşa yenə də Almaniya, Polşa ovalarında yerləşən düzənlik ölkədir. Boliviya And dağlarında yerləşir. Əfqanistan, Nepalda həmçinin Himalay dağlarında yerləşən dağlıq ölkədir. Cavabımız Y bəndi olmalıdır. Qərbi Avropanın ən böyük şəhər aglomerasiyaları, bu sual bayaqda bizə rast gəlmişdik. Deməli, ən böyük şəhər aglomerasiyaları Londondur, ən böyük şəhər aglomerasiyası. Həmçinin Parisdir və Reyn-Rur. Reyn-Rur 2, 4, 6, yəni cavabımız Y bəndidir. Həmçinin Manchester'da əsas böyük şəhərlərindən hesab oluna bilər. Amma daha böyüklərini götürülübsə 2, 4, 6, London, Reyn-Rur və Paris götürülməlidir. 114-cü sual. Dünya əhalisinin daha sıx məskunlaşdığı regionlar. Cənub-qərbi sıx deyil, çünki burada dediyimiz ki, Ərəbistan yerləşir. Şərqi, cənub-şərqi, Cənubi Asiya və Qərbi Avropa. Bəli, düzgün cavabımız elə B bəndidir. Avstraliya sıx deyil.
Sonra Mərkəzi Asiya sıx deyil, həmçinin Mərkəzi Asiya sıx deyil. Savannalar və seyrək meşələr təbii zonasında yayılan şəhərlər, yerləşən şəhərlər. Deməli, Qahirə əsasən səhra zonasında yerləşir. Breziliya savannada yerləşir. Tripoli səhrada yerləşir. New Delhi savannada yerləşir. Pekin ümumiyyətlə subtropik iqlim qurşağında yerləşir, əsasən Pekin şəhəri. Burada həm çöl zonası, həm də qarışıq zonada yerləşir. Düzgün cavab 2 və 4 A-bəddə olmalıdır. Savanna və seyrək meşələr təbii zonasında yerləşən paytaxt şəhərlər. 116-cı sual. Əhalinin daha sıx yerləşməsi ilə seçilən ərazilər. Deməli, Avstraliya dediyimiz kimi seyrək ərazidir. Frans Iosif torpağı seyrək ərazidir. Amazon ovalığı cəngəlliklərin yerləşdiyi seyrək ərazidir. Həmçinin Ərəbistan yarımadası seyrək ərazidir. Reyn ətrafı, Nilin deltası, Yava adası əlverişli və sıx ərazilər hesab olunur. Təbii artımın yüksəldilməsi. Yəni, yüksəldilməsi varsa burada, təbii artım bu birinci tip ölkələr olmalı. Yəni, birinci tip bizə inkişaf etmiş ölkələr lazımdır. Yəni, Fransa, Avstriya və Danimarka olmalıdır. 1, 2, 5 yer bəndi. Demoqrafik partlayış, yəni təbii artımın yüksək olması deməkdir. Yəni, ikinci tip ölkələr. Estoniya ola bilməz. Cavabımız elə B bəndidir. Nigeriya, Kenya, Bangladeş, Polşa, İsveç, Yeni Zelandiya, Moldova, Ukrayna, həmçinin buradakı ölkələr demoqrafik partlayış yox, böhran səciyyəvi olan ölkələrdir. Onun üçün cavabımız B bəndi olmalıdır. Yer kürəsində əhalinin qeyri-bərabər məskunlaşması təsir göstərən amillər. Deməli, əsas iqlim şəraiti və relyefdir. Deməli, iqlim şəraiti, ərazinin relyef xüsusiyyətləri, yəni bu ikisi əsas göstəricidir, əhalinin məskunlaşmasına təsir göstərən. Və bunlardan əlavə olaraq insibati quruluşu daxil ola bilməz, dövlətin idarəetmə quruluşu daxil ola bilməz. Əmək tutumlu istehsal sahəsinin inkişafı, bəli, iş yerlərinin geniş yayıldığı ərazilər insanlar daha sıx məskunlaşırlar. Yəni cavabımız Y bəndi 2, 3, 5 olmalıdır. Okean sahili mövqeyəsində bu da ola bilər. Məsələn, Şimali Amerikada və Cənubi Amerikada əsasən okean sahili ərazilər daha sıx məskunlaşmış ərazilərdir. Amma variantlardan biz 1 və 4 ola bilməz dedik və 1 və 4, 1 və 4-ü çıxaranda avtomatik 2, 3, 5 qalır. Amma 6-cı variantda düzgün cavab ola bilər. 120-ci sual. Urbanizasiya səviyyəsi nisbətən yüksək olan Afrika ölkələri. Yəni, urbanizasiyanın yüksək olduğu Afrika ölkələri lazım bizə. Yəni, nisbətən orta səviyyəli ölkələr olmalıdır. Efiopiya, Mali, Niger ən geri qalmış ölkələrdir Afrikanın. Car inkişaf etmiş ölkədir. Əlcəzair və Misirdə, yəni Şimali Afrika ölkələri digər ölkənin nisbətən biraz inkişaf etmiş, biraz yəni qabaqcıl ölkələr hesab olun digərlərindən. Onun üçün urbanizasiya səviyyəsi də daha yüksəkdir. Əlcəzair, Misir və Cənubi Afrika Respublikası 1, 3, 4 olmalıdır cavabımız. Əmək immiqrasiyasının yüksək səviyyədə görə fərqlənən ölkələr. Yəni, immiqrasiya deyilsə ölkələr buraya digər xaricdən insanların gəldiyi ölkələrdir. Əsasən, deməli, birinci tip ölkələrdir. Həmçinin biz demişdik ki, ərəb ölkələri, xüsusilə də İran körfəzi yaşayan ərəb ölkələri xüsusilə fərqlənirdi. Meksika deyil, Yaponiya düzdür, birinci tip ölkədir və emal-edici sənaye yüksək inkişaf edib, amma yenə də immiqrasiya mərkəzi Yaponiya və Cənubi Koreya deyil. Çünki burada elm, texnologiya, robotlaşma yüksək inkişaf etdiyi üçün insana ehtiyac yoxdur. Hindistanda deyil. Səudi Ərəbistan bəli, ABŞ da bəli, amma Misir ola bilməz. Yəmən ola bilməz. Dəyərlər ola bilərdi qismən. Səudi Ərəbistanı bəli, Almaniya, ABŞ bəli. Bunlar əsas immiqrasiya mərkəzləri hesab olunur. Buradan isə Çini çıxmaq lazım idi. İkinci tipinə aid olan ölkələr, yəni inkişaf etməkdə olan ölkələr lazım bizə. Yeni Zelandiya və Avstraliya getdi. Buradan hər üçü getdi. Koreya, İsrail, Polşa hər üçü getdi. ABŞ, Fransa, İtaliya hər üçü getdi və Misir, İran, Nigeriya ikinci tip ölkələr hesab olunur əhalinin artımının.